Salam dəyərli dostlar, siz Göz-Gözə Show verilişindəsiniz və bugün sizi çox maraqlı mövzular gözləyir. Çünki studiyamızda təsəvvür edə bilməyəcəyim bir qonaq var. Mən onu çoxdan da gözləyirdim və biz bir neçə dəfə görüş təyin elədik. Nəsə təxirə salındı və s. və nəhayət Şafa Yadigarova bizim studiyamızdadır və çox xoşdur sizi burada görmək. Şafa Yadigarova klinik həkim, dietoloqdur. Həmçinin mən belə hər zaman şoka düşürəm ki, sizin yeni layihəniz, yeni proyektləriniz, necə çatdırırsınız hər bir şeyi? Birazdan bizə bu sualımıza da cavab verəcək. Lakin biraz layihələrdən də danışaq. Şafa Yadigarovanın verilişi var. Deməli, Şəfalı Həyat verilişi, həmçinin yeni açılmış deməli kofe və Şəfalı Həyat Coffee and Healthy Food məkanımız da var. Aynida xanım, təşəkkür edirəm məni bugün dəvət etdiyinizə görə və onu da vurğulamaq istəyirəm. Mən də sizə bu göz-gözə layihəmizdə, show proqramımızda uğurlar arzu edirəm. Mən çox diqqətlə sizin bütün verilişlərinizə baxdım, izlədim və doğrudan da verilişinizin bir özünə xas bir xarizması var. Verilişin özünün bir istiliyi var. Verilişin özünün bir səmiyyətliyi var və doğru düzgünü var. Mən ona görə də mənim diqqətimi cəlb etdi və sevə-sevə biz illərdir sizdən dostuq, tanıyırıq bir-birimizi, amma sevə-sevə gəldim. Hətta özüm də digər çəkilişimdən gəlmişəm, öz verilişimin. Onda vurğulayım ki, mənim artıq 8 ildən çoxdur bizim ARB kanalımızda şəxsi layihəm, Şəfalət verilişinin həm layihə rəhbəriyəm, həm aparıcısıyam və eyni zamanda da bu yaxınlardan artıq 10 ayımız tamam olub. Şəfalı Həyat Coffee and Healthy Food məkanının oranın da təsisçisi, eyni zamanda rəhbəri və həkim dietoloquyam. Çox gözəl. Bu arada mən həmən kafenin təamlarından da dadmışam. Həqiqətən də çox dadlıdır. Midavik yemişəm, ballı tort yemişəm. Bəli. Həqiqətən dostlar, dəhşətli dərəcədə çox dadlı idi. Onun dadı hələ də əslində mən ballı tort o qədər də xoşlamıram. Belə skeptik yanaşdım ki, ballı o qədər də bal yeyən biri deyiləm. Amma onun dadına baxmışam. Çox dadlıdır. Həqiqətən sizə ürəkdən uğurlar arzulayıram. Çox sağ olun. Gələn dəfə mütləq o ballı tortla gələcəm sizin yeni studiyamıza. O, nə dadlı. Bilirsiniz necə, yəqin ki, bugün biz daha çox artıq çəkidən danışaq. Sağlam həyat tərzi haqqında danışaq. Və birinci sualım bu olacaq. Artıq çəki insanı öldürürmü? Artıq çəki insanı həmən dəqiqə öldürmür, amma ölümə gətirib çıxardır. Niyə? Və burada səbəb nədir? Bəzi insanlar düşünür ki, çəkim çoxdur. Amma mən yeməkdən zövq alıram. Hətta mən bura gələndə diqqətimi cəlb etdi Mona Lisa pizza ilə. Yəni doğrudan o sualı verdim və Mona Lisa'nın dövründə pizza yox idi. Və o dövrdə necə ki Venera Miloskaya, necə ki Mona Lisa daha çox dolu xanımlara üstünlük verilirdi. Amma dövr dəyişir, əsrlər dəyişir və dəb dəyişir. Dəb dəyişəndə o demək deyil ki, hamıya fit olmalıdır, hamıya kilolu olmalıdır. Dəb odur ki, insan özünü sağlam hiss etsin. Və sağlamlıq tək görkəm deyil. Sağlamlıq sənin iç ruhun, ətrafa ötürdüyün enerji, buradan gəlir sağlamlıq. Sağlamlıq o demək deyil ki, insan bugün əgər 50 kilodadsa, o mütləq sağlamdır və ya 80 kilodadsa, deməli mütləq xəstədir. Amma onların səbəbləri var. Mən özüm 27 ildən artıq klinik həkim kimi çalışıram və 16 ildən çoxdur həkim dietoloq kimi özüm də Dövlət Təhlükəsizlik Xidmətinin hospitalında çalışıram. Və bir növ bu onu vurğulur ki, mən böyük bir kütlə insanlarla işləyirəm və burada işimdə o demək deyil ki, mən mütləq elə hər kəs gəldi, gəlin arıqlayaq, gəlin mütləq bunu edək. Xeyr, burada əsas amillərdən, ən vacib amillərdən odur ki, hər zaman soruşuram. Mənə nəyə görə müraciət etmisiniz? Hansı probleminiz var? Sizi narahat edən bu dəqiqə nədir? Yəni çəki atmaq mütləq deyil. Çəki atmaq olar. Və mütləq o demək deyil ki, mən mütləq gedirəm və bir aya 10, 20, 30 kilo hansı vasitə ilə olursa olsun arıqlayım.
Bu dəqiqə çox bizim Azərbaycanda da olsun və digər ölkələrdə, hətta Azərbaycanda bu dəbdədir, tendensiya keçib. Mütləq arıqlayım, təcili şəkildə. Önəmli deyil hansı vasitə ilə. Əsas odur ki, mən ya show biznesdə bu həddən artıq çoxdur. Mən özüm də efir aparıcısıyam, show bizneslə çox təmasdayam. Həddən artıq dəbdədir. Tez bir zamanda fərqi yoxdur, onun fəsadını düşünmürlər. Gələcəkdə nə ilə üzləşəcəklər, onu da heç varmırlar. Amma bugün, bu dəqiqə və bu anda Arıqlamaq düşünürlər. dəbdədir. Bəli, arıqlamaq dəbdədir və əsasən qeyri-sağlam şəkildə. Qeyri-sağlam. Qeyri-sağlam şəkildə bu arıqladıcı iynələrdir, arıqladıcı sistemlərdir, dəbdədir. Kapelnitsalar çox dəbdədir. Yəni bilirsiz, arıqlamaq nə üçün insan kilolardan azad olur? Sağlamlıq üçün. Və o sağlamlığı əldə etmək üçün insan həyat tərzini birinci növbədə dəyişməlidir. Yediyi qida ona dərmanı olmalıdır. Etdiyi hərəkət onun üçün müalicəsi olmalıdır. Amma əgər bu insan bugün arıqlamağı yalnız xarici görkəm kimi düşünür və o arıqladıcı kimyəvi vasitələr, burada vurğuluram ki, əsasən hər biri kimyəvi vasitələr üzərindən gəlir. Kimyəvi vasitələr istər-istəməz bizim bədənimizə adi, sadə bir dərman, hələ mən demirəm o iynələrdir, sistemlərdir. Adi bir iynə, dərman, xırda bir belə zərərsiz dərman sayılan, o da uzun müddət qəbul olunanda insana zərər gətirə bilər. Və hər zaman mən bunu dəfələrlə vurğulayıram. Nizami Gəncəvin çox gözəl bir sözü var. Bir incə saflığı olsa da suda, çox içilsə dərd verər o da. Və biz bir cəmiyyət olaraq, bir Azərbaycan xalqı olaraq, Azərbaycan cəmiyyəti olaraq, mən də bir həkim olaraq mənim borcumdur. Və bugün sizə təşəkkür edirəm. Mən hər zaman öz verilişim vasitəsilə böyük bir kütləyə çatdırmaq istəyirəm ki, insanlar sağlam həyata sevərək, sağlam həyatı öz həyat tərzinə çevirərək yaşamalıdırlar. Steve Jobs'un çox gözəl bir sözü var idi. Ölümündən bir neçə ay qalmış. Onun kitabında da, hətta efirlərdə də, hər yerdə deyirdi ki, sizin yeməyiniz sizin dərmanınız olmalıdır. Dərmanlar sizin yeməyiniz olmamalıdır. Görün nə qədər gözəl və dərin söz deyilir. Yəni sizin yeməyiniz dərmanınız olmalıdır. Dərmanlar yeməyiniz olmamalıdır. Amma bugün elə Azərbaycanda da və digər ölkələrdə də tendensiya keçib nəyə? Artıq bizim yeməyimiz dərmanımız yox, dərmanımız yeməyimizi çevrilib. Bugün vitaminləri sistem şəkildə qəbul edirik. Biz müəyyən qidalardan qəbul edəcək vasitələr, istər liflərimizi, istər vitaminlərimizi, istər minerallarımızı, hər bir şeyi artıq sadə yolla sistem şəklində və bunu böyük bir kütləyə təbliğ edirlər. Bu kütlənin nə günahı var? Artıq bu böyük bir təbliğatdır və bu təbliğatın nəticəsində insanlar artıq yeməkdən yox, təbiətdən yox, havadan yox, gözəl ünsiyyətdən yox, o sistemlərdən onu almağa Bəs bu ondan varırlar. irəli gəlmir ki, hal-hazırda bizim bazardamı, marketdəmi fərq etməz. Mövcud olan meyvə, tərəvəzlər və digər məhsullar belə deyək də qeyri-təbii, biz almanı iyilirsən, alma iyisi vermir. Nə bilim, çiyələkdən danışaq da. O günləri bizə qonaq gəlmişdi bir nəfər dostumuz. Çiyələkləri yudum, qoydum masaya və qayıtdı dedi ki, deyir mən artıq deyir ümidimi deyir itirmişəm ki, nə vaxtsa dadlı çiyələk yeyim. Yəni çiyələk artıq çiyələk deyil, alma deyil. İyilirsən hamısı, bütün meyvələr eyni iyi verir. Ağız dadı da eynidir. Eyni dad verir, bəli. Bəs bunu belə deyək də, əvəzləyə biləcəkmi vitaminlər, badlar olsun, əlavələr olsun, fərq etməz. Bunları bəs biz qəbul etməsək necə olacaq? Anidiçka deyəcəm. Aynida, bir məqam vurğulamaq istəyirəm. Bu nəinki sizin, ümumiyyətlə bu dəqiqə, bugünkü bazarın belə deyək də bizim ən zəif nöqtəmizdir. Amma düşünün ki, siz çox gözəl vurğuladı. Çiyələk öz dadında deyil, alma öz dadında deyil və digər qida qəbul etdiyimiz qidalar öz dadında deyil. Bəs yaxşı, kimyəvi vasitələr sizcə
nə dərəcədə zərərlidir? Biz bu gün meyvələri yeməyə qorxuruq ki, bu pestisitlə, nitratlarla zəngindir. Bəs yaxşı o dərmanlar, o kimyəvi dərmanlar, onlar da kimyəvi, məsələn, hormonlar, peptidlər, kimyəvi vasitələrdir. Hansılar ki, bizim bədənimizə düşərək bunlar da bizim bədənimizdən hazırlanmayıb. Bunlar yad cisim kimi qəbul olunur. Amma bunu bizə çox gözəl bir təbliğat edirlər. Təbii məhsul. Artıq deyirlər ki, çəllək yemə dərmanlıdır, amma kimyəvi vasitəni iynə şəklində bədənə daxil et. Bu nədən irəli gəlir? Bu ondan irəli gəlir ki, artıq tendensiya dəyişir. Və tendensiya bunun gələcək fəsadları, gələcək belə deyək də müəyyən problemlər yaradacaq. Bunu ola bilər ki, bu gün yox, sabah da yox. Amma bir məqamda bu özü baş qaldıracaq, özü kütləvi şəkildə. Bir məqama da toxunmaq istəyirəm. Çox gözəl vurğuladı. Bu yaxınlardan bir xəstəm gəlib və mən deyirəm ki, məsələn, orada pomidordur, xiyardır. Bizim onu da vurğulamaq istəyirəm ki, mənim eyni zamanda digər layihəm də var. Şəfalı keykim və cateringim də var. İnsanları sağlam evlərinə çatdırılmayla kimsə vaxtı yoxdur, ofis işçisidir. Evlərə də bəli, ofislərə bəli çatdırırıq ki, insan belə deyək də özünə yox deməsin və imkanı yoxdursa, zamanı yoxdursa, işgüzar xanımlar olsun və digər insanlar evlərinə də hazır yeməkləri, şəfalı yeməkləri çatdırırıq. Və bizim özəlliyimiz odur ki, biz daha çox o orqanik qidalara üstünlük veririk. Çalışdığımız qədər, imkan qədər. Çünki bu dəqiqə bütün qidalar tərkibini dəyişirlər. Və hər zaman o bizim nənə babalarımız torpaqla ünsiyyətdə idilər. Torpaqdan o çıxan, o çürüyü olan alma, əgər onu qurd yaxınlaşırsa, deməli keyfiyyətlidir, onu orqanikdir. Amma bugün əgər biz hansısa bir süfrəyə çürüyü olan bir almanı, meyvəni qoysaq, bizə deyirlər bu xarab meyvəni niyə bizə vermirsən? Elədir. Bu artıq bunu necə insanlara çatdıraq? Ona görə də insanlar məcbur olur süfrənin üzərinə, masaya ən gözəl nemətləri alıb qoyuruq və biz Azərbaycan xalqı olaraq Bizim millət. bəli, biz süfrəni bol sevirik. Biz bizim bu mentalitetimizdə, bizim bu mədəniyyətimizdə, bu bir tərəf bizim Azərbaycan xalqının qonaqpərvər olmasından irəli gəlir, əli açıqlığından irəli gəlir. Amma digər tərəfdən də bir masada o qədər yemək çeşidləri olur ki, istər-istəməz biraz bundan dadanda artıq doğrudan insan günün sonuna başa düşür ki, həddən artıq çox qəbul olub yeməkləri və bu da artıq ona narahatçılıq verir. Ona görə bu iynələr, dərmanlar, vasitələr nə edir? Müəyyən iştahı azaldır. Bağırsaqda peristaltikanı zəiflədir və peristaltikanı zəiflətmə hesabına aclıq hissi gec çatır. Və hətta bu yaxınlardan onu da vurğulayacağam. Elə bizim tanınmış müğənnimiz Gülstan xanım Əliyeva mənə müraciət etdi və müəyyən arıqladıcı iynələrdən istifadə etmişdi. Hətta onu da paylaşmışam səhifəmdə. Və 3 həftə artıq həddən artıq pis bir vəziyyətə düşdü və ondan sonra onun fəsadı nəticəsində həddən artıq çox ağciyərində, bronxlarında problemlər, hətta sənət adamı səsinlə insanlara özünü sevdirmiş bizim Azərbaycanın əməkdar artisti bu problemlə üzləşdi və özü də etiraf etdi ki, bəli, mən bu iynələr nəticəsində az kilo verdim, amma kilo verməklə bərabər belə bir fəsadla üzləşdim. Elə də minlərlə mənim pasiyentlərim var ki, belə bir problemlərlə üzləşir. Kimdə ki, mədə problemi, kimdəsə digər problemlərlə üzləşirlər və bugün mənim burada olmağımın və bu mövzunu açmağımın əsas səbəbi o deyil ki, insanlar ora getsin və getməsin. Sadəcə olaraq biz sizin o göz-gözə verilişiniz, göz-gözə şou proqramınız nəticəsində biz insanlara onu çatdırmaq istəyirik ki, insanlar allanmasın. İnsanlar təcrübə dovşanına çevrilməsin. İnsanlar doğru düzgünü özləri seçə bilsin, müəyyən edə bilsinlər. Bəli. Və biz bir şəfalı həyat olaraq,
Mən hər zaman insanlara yalnız doğrudan da bunu mən sevərək edirəm, səmimi edirəm. Hər kəs bilir ki, mən burada necəyəm, o işdə də eləyəm, işdə necəyəmsə, efirdə də eləyəm. Yəni bu bir səmimiyyətdir və bu ondan irəli gəlir ki, biz insanlara təbliğ etmək istəyirik ki, insanlar şəfalı həyatı sevərək qəbullansın. Bilirsiniz, hər hansı bir vasitə ilə insan kilodan azad ola bilər, amma siz onu dayandırandan sonra, ona stop edəndən sonra onsuz da o çəkilər geri qayıdacaq. Çünki nəyə görə? Birincisi, çəki nə qədər çəki itirirsənsə, bir müəyyən vaxtdan sonra bədən yenə o çəkiləri geri qaytarmaq Hansı istəyəndə. səbəbdən? Mən elə onu soruşacaqdım ki, hal-hazırda bazarda 2 dənə ən məşhur iynələr var. Biri Ozempic, biri Manjara. Manjara. Bəli. Mən bir çox dietoloqların səhifələrində mən araşdırma eləmişəm sözsüz ki, veriliş öncəsi. Bu artıq sizin araşdırmalarınızdır. Bəli. Mən bir çox dietoloqların səhifələrində həqiqətən bunun təbliğini gördüm. Mən gördüm ki, onların deməli bu iynələrin əleyhinə deyirlər və müəyyən pasiyentlərə, müəyyən adamlara onu həqiqətən də bir resept olaraq yazırlar və həmən pasiyentlər onu tətbiq eləyirlər, özlərinə vururlar və s. Siz bu iynələrdənmi danışırsınız? Belə deyək, bu iynələr bazarda çoxdur, dəbdədir və üstünlük verilir və belə deyək, mən özüm də rastlaşıram. Necə ki, onu böyük bir kütləvi bir reklam şəklindədir. Bəli, Kütləvi bəli, reklamdır. Mən bilmirəm nədən bu irəli gəlir və hətta mənim çox həmkarlarım bunu istifadə edir və mən hər zaman deyirəm, demişəm və deyəcəm. Mən respublikada yeganə həkim dietoloqam ki, mən heç bir arıqladıcı iynə, vasitə, dərmanlardan istifadə etməyərək 50-60 kilolardan sağlam şəkildə pasiyentlərimi azad edirəm. Və üstünlük odur ki, insan zərərsiz, fəsadsız və özünə zərər gətirmədən o kilolardan azad olur. Kilo belə bir şeydir də. Ümumiyyətlə, tibbdə belə bir məqam var, apoptoz prosesi. Apoptoz nədir? Apoptoz odur ki, bu yağ toxumaları, onlar belə deyək, ölməyə deyim, toplanmağa, yığılmağa məruz qalırlar. Və bunun apoptoz prosesinə yağ hüceyrələrin keçməsinə 3-5 il vaxt lazımdır. Və o insanlar ki, bir aya 20 kilodan və ya 2 aya 30 kilodan düşündükləri kimi azad olurlar, burada nə baş verir? Bu apoptoz prosesə gəlib çatmırlar. Və bu prosesə sağlam şəkildə yox, məhz arıqladıcı vasitələrlə gəlib çıxaraq, bu birincisi insanın psixologiyası dəyişməlidir ki, insan artıq sağlam qidaya keçsin. Bəs burada nə baş verir? İnsan yeməkdən imtina edir. Çünki artıq bu vasitələrin birinci təsiri birbaşa ona İştahı təsir. söndürməkdir. Bəli, insan yemək istəmir. Bax, burada sizə Anida xanım da, siz özünüz də ali təhsilli, savadlı, dünya görüşlü bir insansınız. İnsan bədəni nə ilə qidalanır? Bizim hüceyrələrimiz, bizim qan dövranımız üçün, bizim beynimizin düşünməsi üçün, kognitiv bacarıqlar, yəni beynimizin, zəkamızın düzgün işləməsi üçün, bunlar üçün nə lazımdır? Qidalanma, Bəli. təmiz su və hava. Bəli, bax çox gözəl vurğuladınız. Bizim nənə babalarımız torpaqda işləyirdilər. Fiziki aktiv o zaman oydu. İndi hər şey xanımlar paltar maşını, robot pilisos, nə bilim araba ilə. Yəni biz fiziki aktivliyimiz yoxdur. Qidalar dediyiniz kimi az orqanik olub və bunun nəticəsində zaten biz artıq bu böyük bir müasir dövrün bir kütləvi evolyusiyasına məruz qalmışıq. Artıq buna biz məruz qaldıqda, üstəlik o iynələr, üstəlik o dərmanlar, üstəlik bu vasitələrin kimyəvi bədəni yükləməsi, o dediyimiz kimi müəyyən o peptidlər, sintetik peptidlər, hansı ki çox dəbdədir, onlar nədir? Sintetik peptidlər o elə qarmon əvəz edicilərdir. Sadəcə olaraq onu
bizə kütləvi şəkildə heç bir zərəri yoxdur deyərək bunu Daniyada ilk dəfə bunlar istehsal olundu və bu məhz şəkəri diabet, ikinci tip şəkəri diabetlər üçün istehsal olunmuşdur və sonra onun ikincili təsirini aşkar elədilər Arıqlama ki, kimi. bəli, onun arıqlama kimi effekti və bu böyük bir buma çevrildi və istəyər kosmetologiyada, istəyər bu arıqladıcı bir kütləvi bir vasitə kimi artıq istifadə olundu, amma bu bazara 2002-ci, 2003-cü illərdən daxil olub və bunun sonrakı fəsadları hələ də bəlli deyil. Mən hal-hazırda deməyəcəm hansı bir böyük bir kütləvi bir neçə illər bundan öncə kütləvi vasitələr istifadə olundu və o zaman dedilər ki, bunun heç bir zərəri yoxdur. Amma bugün biz həkimlər olaraq onun böyük bir fəsadlarını Fəsadlarla üzləşirsiniz. kütləvi şəkildə hal-hazırda ürək damar xəstəlikləri, trombozlardan, emboliyalardan, məhz cavan nəsildə əgər əvvəllər məsələn 70 yaş üstü insanlarda intensiv infarktlar, trombozlar, bunlarla üzləşirdiksə, hal-hazırda cavan insanlar, 30 üstü yaşlı, mən özüm kütləvi şəkildə rastlaşıram. Bu yaxınlarda mənim yanıma bir pasiyent müraciət etdi. Kiloluydu və sizcə nəyə görə gəlib? Kilosuna görə gəlməyib ki. Deməli, kilosu var idi bir 140 üstü və dedim ki, sizi bugün mənim yanıma gətirən nə oldu? Hansı bir çağırış oldu? Deyir, Şafa xanım, mənim ətrafımda 3 tanışım var idi. Hər birinin 34, birinin 36, birinin 39 yaşı var idi. Və belə deyək, gecə yatıb səhər ayılmayıb. Birində yataraq tromboz olub, digərində emboliyam olub, digərində əsas trombozlar və ürək damar çatmamazlığı, burada infarktlar, insultlar və s. və mən deyir kilom qorxutmadı. Mən məhz onları ətrafımda gördüm və qorxdum, gəldim ki, bir check-updan keçim, analizlərimi yoxlayım və çəkimlə mübarizə edim, amma xoşuma gəldi. Cavan oğlan idi, 29 yaşı var idi. Dedi, mən sağlıqlı şəkildə istəyirəm. Heç bir arıqladıcı vasitələrlə yox. Mən sizin şəfalı proqramlarınızla, özəl yanaşmanızla mən bununla etmək istəyirəm. Bəli, fiziki aktivlik nə edir? Bizi aktivləşdirir, qan dövranını bərpa edir, limfa drenaj edir, limfatik sistemimizi aktivləşdirir, bədənimizi oksigenlə zənginləşdirir. Hansı dərman bunu edir? Və qidalar, bizim qidalarımız bizim quruluşçu bir materialımızdır. İstər zülallar, istər karbohidratlar, istər yağlar, istər minerallar, istər liflər, bunlar bizə lazımdır. Və burada baxın, bundan öncə vurğuladım ki, bu vasitələr nə edir? Bağırsaq peristaltikasını ləngidir. Amma dünya alimləri, bunu mən yox, dünya təcrübələr sübut edir ki, bağırsaq bizim ikinci beynimizdir. Bəs bağırsaq bizim ikinci beynimizdirsə, və orada durğunluq yaranırsa, baxın, suda durğunluq varsa bataqlıq yaranır. 100%. Bəli. Əgər bir insan bir yerində daimi dayanırsa, bax bir 12 saat bir yerinizdə dayanın. Necə olacaqsa hər yerə durğunluq, ağrır, bəli. qan dövranı, bəs bu bağırsaq neynəməlidir? Qışqırmalıdır. Onun dili yoxdur qışqırsın. Bəs nə edir? İnsanlarda nə baş verir? Depressiyalar. Həddən artıq çox mənim pasiyentlərim nə ilə müraciət edir? Sümük yeyilmələri. Və bu cavan insanlar bunlara əl atırlarsa, yəni bunun sonradan, bax, hər zaman onu da vurğulayacağım, bizim Ulu Öndərin çox gözəl sözü var idi. Deyirdi ki, gənclər bizim gələcəyimizdir. Sağlam cəmiyyət sağlam gələcəkdir. Bəs bugün biz sağlam gələcəyimiz üçün nə edirik? Sağlam cəmiyyətimiz üçün nə edirik? Arıqladıcı vasitələrdən, kimyəvi vasitələrdən istifadə edirik və sabah onların qarşısında onlara necə cavab verəcəyik? Bəs bu kökəlmə tendensiyası niyə baş verir? Dünyavi bir problemdir də bu. Çünki qidalar, emal olunmuş qidalar, fast foodlar, qazlı içkilər, qidalar çox əlçatan olub. İlk dəfə bu şəkəri 1920-ci, 25-ci illərdə Amerikada ilk dəfə Amerikanın prezidentinə intensiv olaraq qəbul olundu və ilk dəfə 1925-ci ildə məhz cavan yaşlarında
Amerikanın prezidenti infarktdan deməli xəstəxanaya düşdü və alimlər anlaya bilmirdi ki, nə ilə bağlıdır bu və o zaman, hətta o zaman artıq müayinələr olundu və aşkar olundu ki, şəkər, Şəkər. bazara şəkər gəldi. Əvvəllər şəkər əlçatmaz idi. Yəni bildiyimiz şəkər də, çayın Bəli, içinə qatdığımız. ağ şəkər, Bəli. hansı ki, nəyə görə ağ şəkəri ağ narkotik, ağ zəhər adlandırırlar. Mən hər zaman deyirəm, şəkəri, biz deyirik şəkəri qidandan, yeməyindən, süfrəndən çıxart. Bəs yaxşı bu insan neynəsə, onu nəylə əvəz etsin? Bəli, quru meyvələr, özləri quru meyvələr quruda bilərlər. İnsan öz Mən bilirsiz- əllərinlə hazırlaya bilər. Çox üzr istəyirəm, sözünüzü kəsdim. Şəkərdən ayrılmayaq. Nəyə görə? Çünki mən yəni mövzu olaraq belə qida yox. Buyurun. Mövzu olaraq ondan biraz çəkinməyək. Nəyə görə? Çünki bu bir söz ki, şəkər bir ölümlə bərabər bir şeydir. Bu heç cür insanın psixologiyasına təsir edəcək bir söz deyil. Yəni ömrü boyu 10 illərdir artıq insanlar bunu deyir. Yəni bir çox həkimlər də etiraf eləyir ki, həqiqətən də şəkər ravno bərabərdir ölüm. Bir balaca orada işıq salın bizim Bax, üçün. Məsələn, şəkər qəbul etdik. Sonra nə olur? Nə baş verir bədəndə? Baxın, o ümumiyyətcə dünya alimləri sübut edib ki, birinci növbədə şəkər kiloları da bir qırağa qoyaq. Şəkər qocalmanın birinci vasitəsidir. Bu gün dünya anti-age proqramları tərtib edir. Dünya qocalmanın qarşısını almaq istəyir. Dünya alimləri cavanlığı uzatmaq istəyir. Müəyyən o dediyimiz kimi vasitələr, iynələr, mezolar, biolar və s. Amma ən birinci, ən önəmli birinci şəkəri rasiondan çıxartmaq lazımdır. Bəli, çünki məhz şəkər bizim o hüceyrələrimizdə, o zulallarımızın bir-birinə, buna deyirlər skleyivini, yapışmasına Yapışdırır, təsir aha. göstərir və ilk öncə elə qocalmanın birinci vasitəsi oradan başlayır insanın qocalması. Və biz bugün şəkəri ona görə deymirik ki, bu kilo problemi yaradır. Ola bilər ki, insanın kilo problemi heç yoxdur. Amma şəkər onun vaxtından tez qocalmasına, vaxtından tez dərisinin belə təravətini itirməsinə, belə deyək, qırışların yaranmasına, dərisinin solğun olmasına təsir göstərir. O demək deyil ki, insan bir günə qocalmır. Amma nisbətdə, maddi olaraq bəli, onu- nisbətdə 5 ildən sonra səninlə qəbul etməyən insanla sənin böyük bir fərqin olacaq. O zaman mən üzümü buradan bütün uşaq bağçalarına tuturam. Dəyərli uşaq bağçaları, bilmirəm dövlət proqramlarıdırmı, dövlət bağçalarından söhbət getsə, özəl bağçalara da üzümü tutub demək istəyirəm və həqiqətən də ürək ağrısı ilə demək istəyirəm ki, balaca uşaqlara gündə 3-5 dəfə şirin çay verməyin, dostlar, verməyin. Bu uşaq ağlamasın deyə, bu uşaq özünü sakit aparsın deyə və yaxud bu uşaq nəysə bilmirəm dinc dayansınmı, ağlamasınmı, bunun başını belə qatırlarmı? Gündə 3-5 dəfə şirin çay verirlər uşaqlara. Mən bunu biləndə mən şoka düşdüm. Mənim böyük oğlumun 1 yaş yarımı var idi bağçaya aparanda. 1 yaş yarımına qədər mən ona bir dəfə də şirin çay verməmişəm. Bir dəfə də şirin su, şirin Amma bağçada çay. verdilər. Bağçaya gedən kimi uşaq gündə 3 dəfə, 5 dəfə şirin çaya öyrəşdi. Niyə eləyirlər? Hansı fikirlə eləyirlər? Hansı səbəbdən eləyirsiniz? Dəyərli dostlar, əgər insanlığı, əgər bizim gələcək nəslimizi düşünürsünüzsə, sizdən çox xahiş edirəm, bir ana kimi, bir insan kimi, bir gələcəyi düşünən bir adam kimi o şirin çayı yığışdırın bağçalardan. Bu uşaqlar yazıqdır. Ümumiyyətlə gənc nəslimizin hal-hazırda mən özüm də öz şəxsi praktikamda görürəm ki, gənc nəsildə piylənmə, fast foodlarasız qala bilməmə, inansız ki, onlarda artıq bir asılacaqdır. Asılacaq. Doğrudan sözün əsl mənasında Düzdür. bu bir mesaj olaraq mən indi istəyirəm bütün tamaşaçılara səsləndirim. Bax buradan irəli gəlir biz analar. Biz analar uşağımız ağlayır, uşaqlarımıza mükafat, şirniyyat,
Kinderlər və artıq onları demək istəmirəm hansı brendlər, yəni müəyyən şirniyyatlardan emal olmuş fast foodlar və sairələr bunları veririk. Birinci növbədə hər bir şey bizdən, biz analardan gəlir. Uşaq belə deyək, dediyi etmir. Uşaq gördüyünü edir. Və biz bugün ana olaraq, valideyn olaraq, bir cəmiyyət olaraq o şirniyyatları, qazlı içkiləri, fast foodları, necə ki pizza ilə bu artıq böyük bir reklamdır. Və bunu edirsə, deməli bizim evladlarımız da buna adi baxacaqlar. Ona görə biz evladlarımızın arasında, cəmiyyətimizin arasında bunu aşılamalıyıq ki, bundan uzaq durmaq. Bunu əvəz eləmək olar. Çərəzlərdir, faydalıdır. Quru meyvələrdir, faydalıdır. Meyvələrdir. Elə bütün meyvələr belə deyək, nitratlarla, pestisidlə zəngin deyil ki, maşallah Azərbaycanın bütün bölgələrində hər bir meyvə, hər bir nemət şükürlər olsun Bəli, var. elədir. Və insan yetər ki, insan istəsin. Təəssüflər olsun ki, insanlar istəmir. İnsanlar hasant, sadə, tez, rahat yola əl atırlar. 100%. Bir çox analar mənim ətrafımda uşaqlarına deyirlər, özünü yaxşı aparsan McDonald's-a gedəcəyik. Hətta onu vurğulamaq istəyirəm. Mənim evladımın bir xüsusiyyəti var. Hərdən deyirəm ki, doğrudan da evladlarımız biz evladlarımızın uğrunda, biz Azərbaycan analarıyıq. Azərbaycan anaları dünyada ən gözəl analardır. Çünki biz özümüzü hər zaman evladlarımıza fəda edirik, ailəmizə fəda edirik. Elə sizin də ala-balalarınızı qorusun bizim də. Cəmi bütün uşaqları. Təşəkkür edirəm və mənim oğlum hər zaman deyir, mən sənin yeməyini yemək istəyirəm. Baxmayaraq ki, mən özüm həkim dietoloqam. Bilirsiniz ki, mən duz demək olar ki, istifadə etmirəm. Mən şirniyyat istifadə etmirəm. Amma ona baxmayaraq, mənim evladım deyir ki, mən sənin əlindən çıxan, sənin yeməyini yemək istəyirəm. Bu nədən irəli gəlir? Artıq ağız dadı. Ağız dadı anadan, mətbəxdən gəlir. Biz ağız dadını istədiyimiz kimi dəyişə bilərik. Hətta bir dəfə doğrudan özüm o qədər belə məyus qaldım ki, gündən bir gün mənim yanıma bir ana evladını gətirdi. Uşağın olardı bir 9-11 yaşı. Kilolu uşağı idi və mən sual verirəm ki, uşaq nə yeyir? Deyir, yalnız makaron, kartof, bir də pirajki. Mən sual verdim ki, yəni bu meyvələrdən nə yeyir? Uşaq heç bir meyvənin dadını bilmədi. Siz təsəvvür edirsiniz bu nə deməkdir? Bu oğlan gələcəyin Azərbaycanın gənci, ailə başçısı, bizim Azərbaycan kişisi olan evlad bilmir ki, meyvə, tərəvəz nədir? Bunu sizcə hansı sağlamlıqdan, hansı sağlam cəmiyyətdən danışa bilərik? Və mən doğrudan o anaya izah edə bilmədim ki, yəni sən necə, yəni 9-11 yaşına kimi səhv eləmirəm, yəni 9-11 yaş. Siz bilirsiniz bu nə deməkdir? Yəni uşaq nə meyvənin dadını bilmir, nə tərəvəzin dadını bilmir. Yalnız makaron, kartof, piraj. Çünki özlərinə əziyyət vermirlər. Uşaq normal yemir, nəyi yeyirsə, uşaq istəmir. bu yaxınlarda mənim evimdə baş verən bir şeydir. Məndən inciməsinlər, çəkməyəcəm, amma gəlirəm, deməli səhər yeməyinə uşağıma vafli düzəltdilər. Günorta mən işləyirəm də bütün analar kimi biz işləyirik bugünkü gündə. Deməli səhər yeməyinə vafli yedi. Günorta yeməyinə makaronla çörək yedi. Özdə bir əlində çörək, o bir əlində makaron. Məktəbə yenidən vafli götürdü. Axşam da gəldi bu çörək arası. Gördüm ki, çörəyin arasına kalbasa qoyub yeyir. Yəni sizin uşağınızın qidası yalnız karbohidratlardan ibarətdir. Bəli. Və burada sağlamlıq haqqında nə danışa bilərik? Mən dedim, siz neyinirsiniz? Dedim, siz başa düşürsünüz ki, gündə 4 dəfə mənim uşağım karbohidratlar yeyib. Bu nə deməkdir? Bunun qaraciyəri, bunun mədə altı vəzi, bunun insulini, bunun şəkəri, nə bilim, insulin rezistentliyi, nə bilim, nə vəziyyətdə düşəcək. Mən deyərdim, mədə altı vəzinə bir bombadır. Bu, ay sağ ol. Mən deyirəm, bəs evdə ətmi yoxdur. Evdə meyvəmi yoxdur, evdə tərəvəzmi yoxdur. Bunun qabağına birdən xiyar doğra qoy. Nə bilim, bunun yanına bir ət qoy. Bu makaronla çörəyi necə birləşdirib yedizdirmək olar. Onu yeyir də, o birilərini yemir ki, deyirəm, ac getsin. Bəli. Ac getsin. Bilsin ki, o ya ac qalacaq, ya normal qidalanacaq.
Bunun üçün də uşaqlarımızı idmana yönəltməliyik. Uşaqlarda idmanı uşaqlıqdan təbliğ etməliyik. Onlarda idmana sevgini vərdiş şəklində uşaqlıqdan vərdiş etməliyik. Və onu da vurğulamaq istəyirəm Aynidə. Deməli mən hətta onu da vurğulayım, indi o gülməli gələcək. Mən səhər yürüşə getmişəm. Yürüşdən sonra yoga məşqimə getmişəm. Yoga məşqimdən sonra da pilates məşqimə getmişəm və yoldaşım məni pilatesdən götürəndə deyir, indi hansı məşqə gedirik? Sən denən mən bilim bizim qrafikdə nədir də, cədvəldə nədir? Yəni bu artıq mənim həyat tərzimdir və onunla bərabər mən işdə də oluram, ailəmin mətbəxində də özümə vurğuladım ki, mənim evladım yalnız mənim qidalarımdan, ailəm yalnız mənim yeməklərimi yeyir. Elə də bir ailə xanımıyam. Hər zaman şükürlər olsun maşallah. Eyni zamanda işdə də, efirdə də, cəmiyyətdə də. Yəni bu o demək deyil ki, mənim zamanım çoxdur ya azdır. O oradan irəli gəlir ki, mən özümə, ailəmə və gələcəyimə necə dəyər verirəm. Biz özümüzə bugün dəyər verməsək, sabah onunla üzləşəcəyik, onun fəsadlarını. Hərdən bu məşqçilərimə deyirəm ki, mən bu qədər idmanla məşğul oluram. Bəs mən bundan da yaxşı olmaq istəyirəm. Mənə sual verilir ki, Şəfa xanım, siz bundan artıq nə olmaq istəyirsiniz? Necə olmaq istəyirsiniz? Zaten siz bugün cavan digər bir qızlarla, xanımlarla müqayisədə olanda onsuz da formadasınız və mən onda doğrudan da özümə deyirəm ki, bugün mən saatlarla yürüş edə bilirəm. Mən məşqlərdə cavanlarla və fərqi yoxdur. Avropada gedib Azərbaycanı təmsil etmiş insanam bu yaşımda. Yəni bu doğrudan da bu elə sağlam qidalanma, fiziki aktivlik və düşüncələr. Mən deyərdim ki, belə deyək də artıq neçə vaxtı tanışıq. Mən deyərdim ki, sizdə olan nizam-intizam, sizdə olan iradə hər bir adamda yoxdur. Çünki bir çox xanımlar belə bir tendensiya var da bizdə. Ailə həyatı qururlar və artıq özlərinə daha az baxırlar. Sonra da illər keçdikcə o bayaq danışdığımız kimi tez bir zamanda özləri ilə nəsə bir fit bir görünüş Əməliyyat əldə edirlər. eləmək Bir ara, istəyirlər. bir ara çox dəbdə idi əməliyyatlar. Bir ara yox, məncə indi lap çoxdur. Ay, mən çox üzləşirəm, artıq doğru məruz qalıram da. Gəlirlər, cavan qızlardır, əməliyyat olublar, əməliyyatdan sonra o fəsadlar bədənində. Yəni doğrudan mən hər zaman deyirəm ki, mən əməliyyatları qəbul etmirəm. Mən insanın özü kimi olmasının, amma daha yaxşı bir versiyada, özünün üzərində çalışmasını. Siz çox gözəl vurğuladınız ki, nizam-intizam, amma mən nəyə görə deyirəm ki, evladlarımızı uşaqlıqdan idmana. Çünki mən hər zaman özüm də müşahidə edirəm, idmanla məşğul olan uşaqlar gələcəkdə daha çox nailiyyətləri olur. Niyə? Çünki onlarda o nizam-intizam, dəqiqlik, düzdür, o birisi uşaqlarda da uğurlu uşaqlar çoxdur, amma mən o müqayisədə və bilirsiniz, idman belə, biz hərdən fikirləşirik ki, idman nə oldu, getdi, qaçdı, etdi və ya hansısa bir yarışlar. Bilirsiniz, o nə qədər insanda güc tələb edir. Sən səhər dura bilmirsən, sən yorulmuşsan, gözlərini aça bilmirsən, amma özünə deyirsən ki, durmalısan. Bax, məhz o zaman. Bilirsiniz, insan nə vaxt özünə hörmət qoyur? O zaman hörmət qoymur ki, səni cəmiyyət və layihələr, xeyr. O layihələrdə, o cəmiyyətdə, o sevgidə, amma birinci növbədə insan özü. Bax, özünə sevgin, özünə olan hörmətin, özünə olan o sadiqliyin. Elə olur ki, səhər durmaq istəmirəm, yorğunam, amma deyirəm, yox, Şəfa, sən bugün duracaqsan. Çünki sən bugün də bir addımda irəli gedəcəksən və hər dəfə hansısa bir uğurları əldə edəndə, hansısa bir layihələri həyata keçirəndə deyirəm, sən biraz da irəli gedəcəksən. Bu sənin hansısa bir uğurluğa aparan bir dənə də addımdır və bu addımları özümə deyərək o yerimdən özümü qaldıram. O hər zaman o uşaq idim, balaca vaxtı Baron Münxauzenin bir cizgi filmi var idi. Orada deyirdi ki, özümü Zasya Zaşkirku Vıtışıl İzbalota özümü boynumdan çəkdim və bataqlıqda çıxartdım. Mən uşaq idim, anlamırdım. Necə özünü boynundan çəkə bilər? Amma bugün, bu yaşımda başa düşürəm ki, hər insan özünü o bataqlıqdan
bataqlıqdan çıxarda bilər və o bataqlığa sala da bilər. Və bu gün o vurguladığınız kimi nəyə görə insanlar hasad yollara üst tuturlar və onun o gedir bataqlığa keçirlər, biraz da keçirlər, biraz da dərin, biraz da dərin və sonda insan nə? Tamamilə batır və oradan çıxmaq da doğrudan da çətin olur. Ona görə bunun üçün də bunlarla üzləşməmək üçün, o bataqlığa girməmək üçün biz hər zaman sağlam həyata üstünlük verməliyik. Amma bu öncə dediniz ki, insan özünü qəbul etməlidir, özünə baxmalıdır və s. Bəli. Son bu dönəmdə elə bil belə deyək də, insanlar rusların bir sözü var, deyir, iz kraynosti v kraynost. Azərbaycan dilində onu mən necə deyim, bilmirəm. Bir dənə dəhşətli bir formadan o bir dəhşətli formaya qaçırlar. Bir çox blogerlər, yeni yaranmış bu blogerlər var ki, çəkiləri həddindən artıq çoxdur və onlar deyirlər ki, mən zoram, mən superəm, mən özümü qəbul eləyirəm. Mənim çəkim 150 kilodan artıqdır, 120 kilodan artıqdır, fərq etməz də, yəni həqiqətən çəkili insanlardır və onlar deyirlər ki, özünüzü sevməlisiniz. Bu barədə fikirlər. İnsan hər zaman özünü sevməlidir. Mən bundan razıyam. Amma belə bir psixologiyada və ümumiyyətlə psixosomatika var. Psixosomatika nə deməkdir? Siz inanırsınız psixosomatikaya? Əlbəttə. Mən özüm psixologiyanı da çox önəm verirəm. Mən özüm klinik həkimliyə də, akademik tibbə də çox önəm verirəm, amma qeyri-ənənəvi tibbə də çox önəm verirəm. Elə mən bayaq soruşacaqdım. Bəli, mən bunu sevirəm. Yəni bunların bir kombinasiyası. Baxın, psixosomatika başdadır. Tibbi, klinik tibb və alternativ, qeyri-ənənəvi. Görün, bir üçbucaq yaranır. Bu özünü tamamlayır. Bax, bu üçbucaq bizi tamamlayır. Və bəzi insanlar düşünür ki, psixosomatika xeyr, məhz elə hər şey irəli gəlir elə psixosomatikada. Ən çox kökəlməkdə, yəni çəki almaqda psixosomatikanın hansı səbəbləri var? O deyir, mən özümü bu formada qəbul edirəm. Ola bilər ki, bugün özünü qəbul edir, amma illər öncə nəylərsə həyatda qəbul etməyib ki, bugün gəlib bu kiloya. 50 kilolu insan var, fitdir, 50 kilolu insan var, kiloludur. Fərqlidir. Bölgəsər baxırsan ki, bu da 50 kilodur, bu da 50 kilodur, amma bunun qarnı var, yanları var, simitləri var, dərisi fərqlidir, amma digəri də bədən forması fit göstərir. Yəni, insanlar, mən hər zaman deyirəm, insan özünü qəbullanmalıdır. Amma o kiloya gəlib çıxmaq üçün insan bir günə gəlib çıxmır. Heç 2 günə də gəlmir. Heç 2 aya da gəlmir. Buna zaman lazımdır. Və bu zamanda harda onun o psixosomatikasında, harda onun boşluğu yaranıb, harda onu qəbullanmamağı yaranıb. Hətta bilirsiniz ki, bir çox onkoloji xəstəliklər də bəzi vaxtı qəbullanmamaqdan irəli gəlir. O deyir, buraxmadığımız inciklər, abidalar, o demədiyimiz etiraflar, sözlər, bunlar nədən irəli gəlir? Buradan irəli gəlir. Çünki biz bir canlı olaraq, mən hər zaman biz insana tamlıqla baxıram. Mən baxmıram ki, ay bugün bunun kilosuna görə müalicə edirəm, bugün bunun daxili qaraciyarına görə müalicə edirəm və s. Mən insana tamlıqla baxıram və insanla bir start verib, bir yola çıxanda mən onu tamlıqla müalicə edirəm. Ona görə də mənim yanıma gələn nəticə almış pasientlər xoşbəxt özlərini hiss edirlər, enerjili hiss edirlər. İllərlə evladı olmayan insanlar evlad görürlər. İllərdir xəstəliklərlə dərmanlar, bir ovuc dərmanlar qəbul edən xəstələr o dərmanlardan imtahan edirlər. Müalicə budur. Düzgün yanaşma budur. Çünki biz bir kainatik. Necə ki, kainatda hər şey var. Burada su da var, hava da var. Havasız yaşaya bilərik? Yox. Susuz qala bilərik? Yox. Torpaqsız qala bilərik? Çünki hər şey oradan irəli gəlir. Biz torpaqdan gəlib torpağa qaydırıq. Ağaclardır, təbiətdir. Ya da bunlar hamısı tamlıq təşkil edir. Edə də biz də bəşəriyyətin bir böyük bir şax əsəriyik. Biz bir kainatik, hər birimiz. Və bizim bədənimizdə su da var, metal da var, hava, oksigen də olur. Yəni biz bunun hamısını tamlıq təşkil edirik. Bəs onda niyə hal-hazırda insana fərqli, ayrı-ayrılıqda baxırıq? Bəli, mən razıyam. İnsan özünü olduğu kimi qəbul etməlidir. Amma özünün daha yaxşı versiyasına, daha sağlam, daha şəfalı versiyasına olmasına çalışmalıdır.
Deməli sizə kimsə gələndə, deyəndə ki, mənim kilom artıqdır, mən arıqlamaq istəyirəm və s. İlkin olaraq siz ona belə bir növ sessiya Bəli, keçirirsiniz. demək olar ki, bəli. Agida xanım çox gözəl vurğuladınız. Mən ilk dəfə gələn bir pasiyentimlə ola bilər 1 saat, ola bilər 2 saat, ola bilər 3 saat ünsiyyətdə olum. O ana kimi ki, mən onu artıq o hiss etdim, duydum ki, bunun problemi birinci növbədə psixosomatik hardan irəlilənir, hardan qaynaqlanır, hardadır bunun bünövrəsi. Bilirsiniz, bir evi necə də gözəl tiksən, əgər bünövrəsi yoxdursa, o uçacaq. Bir evladımızın bünövrəsini düzgün qoymasaq, artıq ana bətnində deyir, bir gün bir alimə yaxınlaşırlar və deyirlər ki, mən uşağımı sənin yanına vermək istəyirəm, ona tərbiyə verəsən. Deyir ki, neçə gündür anadan olub? Deyir 15 gün. Deyir artıq sən 15 gün gecikibsən. Və düşünün ki, 15 gün gecikibsən və biz bu gün bünövrəmizi, evladlarımızın o deyir necə bünövrəsini düzgün qoymalıyıq ki, gələcəkdə onun barını yeyə bilək, gözə gələcəyini görək. Necə ki, evin bünövrəsi, hər bir şeyin ağacı belə əkəndə onu düzgün əkməliyik, düzgün onun yerini düzəltməliyik. Yəni bünövrədir, hər şey bünövrədən irəli gəlir. Və bu gün o deyirlər ki, yox, mən bu gün xeyr, hər şey bünövrədə. Amma yenə də ağacı daramaq olar, ağaca gözəl qulluq eləmək olar. Necə ki, Hind filosofu Osho'nun çox gözəl bir fəlsəfəsi var. Mən hər zaman onu belə özümə bir ibrət olaraq götürürəm. Deyir ki, qonşunun ağacına, qazonuna baxma. Özünkünü bəstə, özünkünü sula, özünkünü dara, özünkinə gözəl bir enerji, nəvaziş ver, o sənə ondan da gözəl bəhrə verəcək. Ona görə biz birinci növbədə özümüzü dəyişməyə çalışmalıyıq. Və bugün mən nəyə görə bunu alın açıqlığıyla deyə bilərəm ki, çünki mən bunu özüm təmsil edirəm. Mən bunun bir enerjisini insanlarıma, pasiyentlərimə, məni izləyən tamaşaçılarıma təmsil edirəm ki, bəli, mən onun bir canlı bir nümayəndəsiyəm. Şükürlər olsun, Rəbbim mənə bu imkanı verib, maşallah olsun ki, mən bunu öz üzərimdə təbliğ edib, insanlara bunu bir çağırış kimi, bir mesaj kimi, bir SMS kimi göndərə bilirəm ki, insanlar bu sağlam yola üstünlük versinlər. Şəfalı yol çünki deyir, zərərli vərdişlərlə yaşamaq çətindir, amma onları öyrəşmək asandır. Amma faydalı vərdişlərə öyrəşmək çətindir, amma onlarla yaşamaq daha asandır. Yəni bunları mən yox, bunları bütün dünya alimləri, dünya filosofları deyir ki, adicə Dalai Lama. Dalai Lama'nın 90 üstü yaşı var və o gündə 2 dəfə qidalanır. Mütəmadi görüşlər keçirir. Səhər saat 6-da 5-də durur. Günortaya kimi yatmır. Bəzi insanlar deyir ki, mən 8 saat yatıram. Sual verəndə ki, saat neçədən neçəyə kimi yatırsan, deyir səhər 3-4-dən məsələn filan saata kimi. O zaman mən hər zaman hər yerdə də deyirəm, biz bugün yatıb sabah ayılmalıyıq. Və bizdə önəm deyil neçə saat, önəmdir ki, saat neçədən neçəyə kimi. Və bu belə deyək də mən cavan yaşlarında ümumiyyətlə səhər tezdən durmağı sevmirdim. Yalan nə deyim? Bu yəni deyim ki, mən hər zaman bu həyatda olmuşam, elə 20 yaşında ya 18 yaşında bu bir yalan olar. İllər getdikcə mən ilk dəfə idmanla 29 yaşında məşğul olmağa başlamışam və o ildən bu ilə ki, mən idmanı ümumiyyətlə atmamışam. Fərqli idman növlərindən, istəyər rəqslərlə, istəyər yoqadır, istəyər pilatesdir, istəyər fərqi yoxdur. Hər zaman nəyləsə məşğul olmuşam. Bilirsiniz, yaradıcı insan hər zaman yaradıcı. İstəyər idmanda, istəyər musiqini çox sevirəm. Mən heç bir musiqi məktəbini qurtarmamışam, amma mən hər zaman bir fortepianoda, pianoda ifa etməyi sevirəm. Və biz öz üzərimizdə çalışırıq. İmkansız bir şey yoxdur. Edə bilmirəm də söz yoxdur. Edə bilmərəm də söz yoxdur. Yetər ki, sadəcə olaraq istəyimiz olsun və sadəcə olaraq burada istəyimiz azdır. Motivasiyamız azdır. Çünki bəzi vaxtda deyirlər ki, motivasiya. Bəli, motivasiya nədir? İnsanın dopamin sintezi olunur. İnsan deyir, bugün edirəm. Bundan öncə də biz müəyyən bir məqamlara toxunduq. Bəli, bugün istəyirəm. Bəli, alınır. Sabah səhər durur o top olur belə boşalım. Mən artıq istəmirəm. Xeyr. İnsan
daimi az-az. Hər bir pilləyə insan bir dəfəyə biz kosmosa uça bilmədik ki. Biz Yuri Gagarin ilk dəfə aya uçmağı həmən uçmadılar ki, buna illər getsin, zaman getdi. Və biz bugün bunu ediriksə, buna pillə-pillə gəlib çıxmalıyıq. Biz 10 addım qaçmaq yox, bir addım az-az. Deyir, fili hissə-hissə yemək lazımdır. Birdən onu yemək olmur ki. Ona görə ümumiyyətcə bir uğurun arxasında böyük bir zəhmət var. Amma o zəhmətin də bəhrəsini insan görəndə ondan böyük bir zövq alır və hər zaman mən deyirəm ki, insan komfort zonasından çıxmalıdır bir uğur əldə etmək üçün. Əgər biz bu günləri belə deyək də, əgər bizim inkişafımız yoxdursa, evolyusiyamız yoxdursa, artıq biz bataqlıqdayıq. Amma mən demirəm gəlin revolyusiya edək. Revolyusiya nədir? Birdən durduq, getdik, əməliyyat elədik, iynə vurduq, 20 kilo. Bax, bunlar hamısı revolyusiyadır. Revolyusiyanın arxasında nələr böyük bir bu tarixlər göstərir. Görürsünüz ki, çox gözəl burada biz həkimliyi bir tarixə də birləşdirdik. Yəni revolyusiyanın arxasında çox qan, ölümlər və s. Amma evolyusiya nədir? Yavaş-yavaş, pillə-pillə, addım-addım, amma böyük uğurlar. Optimallaşdırılma. Bəli. Mən düşünürəm ki, bugün biz artıq dəyərli izləyicilərimizə o qədər pozitiv bir mesajlar ötürdük. Ümid edirəm ki, doğrudan biraz dərin getdik və daha fəlsəfi deyərdim yanaşdıq. Çünki diyetologiya bu yalnız qida deyil. Diyetologiya yalnız mən bu günləri qabımda tərəvəzdir, meyvədir və ya zulalar deyil. İnsan beyindən onu dərk edərək, arqument, çox gözəl vurğuladınız ki, arqumentlər. Biz bugün burada arqumentlər gətirib deyilir. Biz burada bugün dəlillər gətirib deyərək bunu, mən burada bunun bir nümayiş edə biləcək böyük bir iş praktikası, ekspert bir praktikam olan, deyir, ekspert olmaq üçün heç olmasa 7 il sənin təcrübən olmalıdır. Böyük bir həkim təcrübəm olaraq, ekspert olaraq bugün bunu alın açıqlıqla deyirəm ki, biz bugün yalnız qabımızda nə var, yox. Biz bugün beynimizdə, həyatımızda, düşüncələrimizdə və həyat tərzimizdə nələr var? Bunu fəlsəfi tərəfdən insanlara çatdırmağa çalışdıq. Təşəkkür edirəm. Çox sağ olun. Bu çox gözəl Təşəkkür bir edirəm sizə. danışıq oldu. Bizim bugünkü günümüz, axşamımız. Çox gözəl həmsöhbət olduq Aynida xanım. Təşəkkür edirəm dəvətinizə. Mən də çox görə. şadam. Təşəkkürlər. Həqiqətən də, yəni hiss olunur ki, deyilən sözlərin hər biri, yəni mən bu enerjini burdan alıram, dəyərli dostlar. Mən əminəm ki, siz də o tərəfdən YouTube-da bizim bu buraxılışımıza baxanda o enerjini hiss eləyəcəksiniz. Həqiqətən də hər bir sözdə enerji var, hər bir sözdə o deyilə ruh var, o necə deyim, duşa с душой сказал. O Belə deyək də, hər bir kəlamda bir sevgi var. sevgi. Hər bir sevgi, kəlamda düzdür. bir ürəyimin bir parçası var. Çünki mən bu dəqiqə biz bunu yayımlandırırıq və mən Azərbaycan xalqımı çox sevirəm. Mən millətimi çox sevirəm. Mən belə deyəm də millətpərəst insanam və ona görə də görəndə hər belə deyək də hər hüceyrəmlə, hər toxunuşumla istəyirəm ki, insanlar bu şəfalı həyata, sağlam həyata addım etsinlər. Belə deyək də o yanlış fikirlərlə, yanlış düşüncələrlə yaşamasınlar. Ona görə də biz bugün sizin o Yanlış göz-gözə, dəyərlərlə. bəli, göz-gözə proqramınızla düşünürəm ki, az da olsa, qısa bir vaxtda bunu da belə deyək də insanlara çatdırmağa çalışdıq. O sevgimi, onlara olan sevgimi, istəyimi, o deyir, mən hər zaman deyir ki, Hipokrata and veribsə, mən hər zaman deyirəm ki, mən Rəbbimin qarşısında cavab verirəm. Mən Allahımın qarşısında alın açıqlığına cavab vermək istəyirəm ki, mən bugün hansı bir insana az da olsa kömək edə bildim və bugün əgər bizi izləyən tamaşaçılarımız, izləyicilərimiz o göz-gözə verilişinə baxaraq az da olsa, 1% da olsa həyatını dəyişməyə, şəfalı və sağlam şəklinə dəyişməyə addım etdilərsə, artıq bu bizim Rəbbimizin və nailiyyətimizdir. xalqımızın və ümumiyyətlə öz qarşımızda, öz vicdanımız qarşısında böyük bir uğurumuz olacaq.
Elədir, doğrudur. Dəyərli dostlar, bizi izləyin. Bu videonun altında siz şərhlərinizi yaza bilərsiniz. Nə sualınız varsa, Şafa xanım mütləq daxil olub keçəcək və orada sizin suallarınıza cavab verəcək. Bizi like edə bilərsiniz. Bilərsiniz yox, bizi like edin. Həmçinin bunu dostlarınızla bölüşün. Artıq çəkidən bəlkə ətrafınızda əziyyət çəkənlər var, bəlkə sağlamlığında bir problemlər var. Siz hər zaman müraciət eləyə bilərsiniz. Həqiqətən etibar edə biləcəyim bir Çox sağ ol, mütəxəssisdir. təşəkkür edirəm. Yenə deyirəm, şərhlərdə yazın, bizi ətrafınızla bölüşün, bizə like atın. Hər birinizi çox istəyirik. Son bir mesaj demək istəyərdim. Formada olmaq o demək deyil ki, sağlam olmaq. Sağlamlıq içəridən, daxildən, beyindən və ətrafdan gəlməlidir. Bu qədər. Təşəkkürlər.